Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirlər. Qafqaz İnfo xəbər verir ki, müəllimlərin sözlərinə görə onlar direktor tərəfindən təhqir, hətta təhdid edilirlər. Müəllimləri valideynlərin yanında təhqir edir, bizə dərs dilənçiləri hinduşka başı deyir. İddialara görə direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib, amma həmin binada hazırda sakinlər yaşayırlar. Müəllimlər qeyd edib ki, üzləşdikləri problemlərlə bağlı müxtəlif dövlət qurumlarına müraciət ediblər. Məsələ ilə bağlı direktor bildirib ki, əməliyyat olunduğu üçün hazırda işləmir. Əlavə edib ki, məktəb məcburi köçkünlərin və az təminatlı ailələrin məskunlaşdığı ərazidə yerləşdiyi üçün rüşvətdən söhbət gedə bilməz. Ora Zəngilan rayonundan məcburi köçkünlərin və az təminatlı ailələrin yaşadığı yerdir. Sizcə orada rüşvətdən necə söz gedə bilər? Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirildi ki, müraciətlə bağlı artıq araşdırma aparılır. Bakı şəhəri 301 nömrəli məktəbin bir qrup müəllimi tərəfindən məktəbin direktorunun davranışı barəsində ünvanlanmış müraciətlə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Təhsil müəssisələrində səmərəli tədrisin mühitinin və peşəkar işgüzar münasibətlərin qorunması prioritet məsələlərdəndir deyə məlumatda qeyd olunub.